Salam aleyküm. Xoş gördük əziz dostlar. Umarım yaxşısınız. Mən istidiyəm. Hava çox istidir. Çalışıram, yaxşı olam. Amma indi hələlik feylən bir balaca fürsət var ki, bir səfər kitab oxuyayım. Bəlkə birazdan sonra fürsət olmadı bu gün kitabı oxuyaq. Əziz dostlar, bir xəbər aldıq. Bilirsiniz, yəni məncə almadım, dünyaya yayıldı. O ruslu bir nəfər deyibdi ki, İran gələn o ildə təcziyə olacaqdı və içindən Azərbaycan türkləri, yəni Azərbaycanlılar, türkəmənlər, ərəblər və bəluçlar müstəqil olacaqlar və farslar da müstəqil olacaqlar. Biləxərə sonunda bu farslar da şey olacaqlar. Amma diqqət buyurun, bu çox önəmlidir ki, biz bunu çox da sevinməyək. Bir də həddən sevinək ki, bizim çalışmalarımız sonuç veribdir və dünya bizim səsimizi, istəyimizi, arzumuzu, hərəkətimizi görür. Bir tərəfdən də bunu bilək ki, daha çox çalışmalıyıq. Yəni, daha çox təşkilatlaşmalıyıq, daha çox qabağa getməliyik. Təşkilatdan söz gələndə dostlar, baxın, mənə bir cür brainwash olmuşam ki, yəni beynim elə yıxıyıblar ki, hala hazır deyiləm. Bir dana deyirəm ki, mənim bir şeyim var, bir independence, bir tərəfliyim. Mən tərəfsiz bir adam qalmalıyam, heç hizbə. Tərəfli əslən adam yoxdur dünyada, bu bir. Amma hər halda bu mənim zehnimə geçib ki, bir jurnalist kimi, bir mütəxəssis kimi mən tərəfsiz qalmalıyam, amma hizblərə təşviq eləməliyəm, insanlar geçsinlər. Bu ki, hizblər bizə nə görüblər, o bir məsələdir. Hizbin ki, feylən əslən içəridə qanuni vəziyyəti yoxdur ki, sizə bir iş görə. İkinci, hizbin ən böyük şey gördüyü budur ki, fikirlərini ortaya qoyar ki, mən belə düşünürəm. Hizbi bir ayrı iş görməz. Hizb o günəcən ki, qudrətə çatmayıb, dövlətə əlinə alıb, heç iş görə bilməz. Sadəcə fikrini ortaya qoya bilər ki, mən bu cürüsü görə bilirəm, ya dövlətlə müxalifət elər. Yəni, bu iki dənə də, məsələn, dövlət deyər, bu iş belədir, o deyər, o bu cürüsü deyir, belədir. Yəni, hizb iki iş üstə deyir, belə olar. Bizim də Azərbaycan hizblərimizin heç birisi iş üstə deyir. Hamısı teorik səviyyədə, məsələlərdə, hər məsələdə də yox tazə, bəzi məsələlərdə fikirlərini bildirirlər. Amma məsələ budur ki, bizim hizblərə həmlə eləməyimizin nə faydası var? İçəridə dostların bir iddiəsi deyirlər ki, bunlar eşikdə oturublar, filan bəhmandır. Xub, harada otursunlar? Siz içəridə buyurun, hizb düzəldin, biz də eşikdən yapışaq sizə. Axı, sən içəridə hizbi düzəldənmirsən, biz də bilirsən düzəldənmirik. Məcburdur bu adam eşikdə düzəlsin, harada düzəlsin, göydə düzəltməyəcək ki. Naçardır məmləkətdən eşikdə hizb düzəlsin. Nə üçün? Siyasi hədəflər üçün. Onlar ki, fikirdaşdılar, yığışsınlar o hizbə, ya o hizbin təsiri, yəni yığışmasınlar, amma o hizbi bəyaniyyə verir, yazı verir, danışır, fikirlərin açıqlır, bərnamələrin hərdən ortaya qoyur. Bu, nə olsun? Məsələn, bərnamə deyəndə baxın, bu deyir ki, elə deyək ki, mən məsələn, gələcəyəm, sabahlar Urum gölünə göydən su gətirəm. Yox. Bu ki, onunla müxalifət edir. Bu ki, tərihlərə deyir ki, bu tərihlər düz deyil. Bu ki, gəlir deyir ki, filan yerlərdən buna su gətirmək olar. Filan yerlərin suların, əgər qabağını açsalar, ya qoymasalar ayrı yerə geçsin, məsələn, Farsistana aparmasalar, eləyə bilər gəlsin. Filan yerlərdən bura su çəkmək olar. Amma İran dövləti hazırdır ki, Xəzər dənizindən ya Gülfəzdən su çəkə gətirə Simnana, Yəzdə, Kaşana, Kirmana, İsfahana. Amma hazır deyir ki, Araz gölündən, Araz çayından su çəkə gətirə Azərbaycanın qəlbinə. Ya Zapı, indi 20 ildir, 25 il deyirlər, Zapdan su çəkirik. Yəni, hazır deyir ki, onu çəkək, yalan deyirlər, bəllidir. Bunları bəlli. Amma biz nə iş görmüşük hizbə? Yəni, baxın, hizblər bizdən ibarətdə, bizlər gedəcəyik içinə. Bizlər hangi himayətlər edirik? Hangi yazıları, onların yazılarını tovcih eləməkdə, ya onların, hətta nəqd edirik? Ya, hangi, nə deyərlər, mali himayət edirik? Hangi cani himayət edirik? Hangi onların bəyaniyələrinə qulaq asırıq? Əslən, onları oxuruq. Təbii, hizb, bundan ötürü deyil ki, elə hizb özü işləyər. Hizbə millət işlər. Millətin səsini alar, hizb çevirər siyasətə. Hər halda bunu fəqət ona deməyə dedim ki, bizə indi daha çox
çalışmaq düşünür. Amma gələk kitabımıza Türkçülüyün əsasları 57-ci səhifəsini oxuyuruq. Yazan Ziya Gökalpıdır, 100 il bundan öncə yazıbdır. Mən oxuduğum camiə-şünasi kitabların içində ən gözəl kitabdır ki, ömrümdə oxumuşam. Yəni, mən bəlkə minlər kitab oxumuşam, amma bu gözəllikdə kitab oxumamışam. Bu dərinlikdə kitab oxumamışam və bu sadəliyi. Bundan belə ki, mən ömrümdə bu birinci dəfədir. Bu kitab ki, oxuyuram, bu telefondadır özdə. Bu birinci dəfədir, birinci kərədir ki, mən bir elmi, camiə-şünasi, təhlili bir kitabı türkcə oxuyuram və əlbəttə feylən bu latin əlifbası deyil, ərəb əlifbasıdır, onun üçün də rahat oxuram, amma bundan sonra bəlkə latin əlifbasını da geçdik. Amma ikinci paragrafdan əslində bu səhifəmizi davam veririk. Deyir ki, gerçəkdən də bugün Millətlər Cəmiyyəti Almaniyanı bir sümürgə halında Fransaya sonsa, əcəba fransızlar bu hədiyyəni qəbulə cəsarət edə bilərlərmi? Deyir ki, indi dünənləri danışdıq, İngilislərdən danışdıq, dedi ki, İngilislər parlaman düzəltdilər. Bu parlamanları hala, 2 parlamanları var, mən də əlavə elədim. Bu parlamanlar İngilisçilərin vasitəsilə olubdur. Bundan belə ki, dünyanın bir çox ölkələrini işğal ediblər. Amma o parlaman və o kabinə, dövlət kabinəsi hala onların Anglo-Sakson və habelə İngilislərdən ibarətdir və elə bir ki, fəqət İngilislərin dövlətidir. O birisi millətlərin ki, onların işğal altındadır, dövləti deyir və onlara əslən fikir eləməz. Bəlkə dünyanı fəqət İngilislər üçün yığar gətirir. Dedik ki, bunlar keçən dünya savaşlarında, yəni keçən 600 ildə dedi, yəni bu dedi, bir dana bunların içindən xain çıxmayıbdır ki, İngilistana, millətinə ya vətəninə xiyanət eləsin. Amma maalesef farslardan, türklərdən, ərəblərdən saymaq qədərə, yəni saymağa yetişməz. Yəni o qədər çoxdular ki, bunları saymaq olmaz, xiyanət edilir. Amma indi gəlir bir ayrı misal vurur. Sonunda cümləsində ki, Avropa millətləri 200 il İngilislərdən sonra başladılar. Yəni 300 il bundan qabaqdan başladılar. Bunu düşün, bu gündən ki mən danışıram, 300 il bundan öncədən başladılar ki, İngilislər nəcür olubdur, bu qədər gücləşiblər, milli mənafeyin, milli düşüncələri, fəlsəfələrin, zadlarını yaradıblar. Biz yox, Avropalılar da deyir, başlandı, onun üçün də sümürgə olmurlar. İndi görək bunu davam verir. Deyir, gerçəkdən də, gerçəkdir bu həqiqət. Bugün Millətlər Cəmiyyəti o zaman Sazman-ı Miləldən qabaq, Millətlər Cəmiyyəti, Camiə-i Milal adında düzəlmişdi. Farsça, ərəbcəsi Camiə-i Milalidir. Deyir ki, Millətlər Cəmiyyəti Almaniyanı, yəni Alman məmləkətin ki, Fransəni və bir çox yeri işğal eləmişdi 1-ci Dünya Savaşında, cəmiyyətini bir sümürgə halında, bir müstəəmirə halında Fransaya sunmaq, təqdim etmək. Sunuram, yəni təqdim edirəm. Təqdim ərəbcədir. Sunmaq türkcəsidir. Amma təqdim qədəm sözündəndir, yəni irəli getməkdandır. Amma sunmaq biraz, yəni elə bilin ki, əlinlə və ruhunandır. Ruhdan bir şeydir. Biz ruhdan bu işi görək, yəni içimizdən gələ bir işi görək. Məsələn, mən hörmətimi sizə sunuram, yəni içimdən gəlir bu söz. Fransa suna, əcəba, deyir ki, indi Almanı verələ Fransaya, əcəba, sual soruşur, aya, farsçada aya, əcəba, fransızlar bu hədiyyəni qəbul cəsarəti edə bilərlərmi? Deyir, əcəba, görəsən ki, Fransəlilərə bunu istilə verələr da, Fransəlilər bunu deyərlər ki, bura bizə müstəmirəmizdir, qəbul etməyə belə cəsarət elərlərmi? Niyə deyir cəsarət eləməzlər? Görək, niyə? Macaristanı, Rumaniyanın, Bulqaristanı, bağışlayın, Macaristanı, Rumaniyanın, Bulqaristanı Yunanlıların mandası altına, əmri altına. Manda sözü bəzən
bir qeyri-məşru deyək da, indəlik qədim sözlərlə deyək. Qeyri-məşru bir rabitədə olan adama deyilir ki, biri üstündür, biri aşağıdır. Amma burada deyib ki, əmri altına qoymaq istərsək, yəni biz istərik, bu iki dövlət bu mandaları qəbulə yanaşa bilərlərmi? Deyir ki, əgər məsələn biz gələk, bir dana güc olaq da, bir dana gücük, deyək ki, Məcaristan səni veririk Rumaniyaya, Bulqaristan səni də veririk Yunanlılara. Sizin əmrinizin altında olacaq, sizin hakimiyyətinizin altında olacaq, mandanız olacaq, yəni sizdən aşağı olacaq da beləsi deyək. Deyir ki, bunları onların qoymaq istəsək, yəni onlara versək, bu çox üzr istəyirəm. Mənim ləhsə səhvdə elədi. Milləti nə olmuş ola bilər? Yel olmuş ola bilər. Hava bundan belə ki, çox istidir bu günləri. Yəni, nə cür deyim, yəni, ələn mən gördüyüm 36 dərəcədir. Amma həmd olsun, indi ələn biraz yel əsdi. Və Allah. Elə bir ki, yel qoymayacaq, biz məcbur olacaq ki, bunu bağlayaq. Şuraq bir də düşsə gərək bağlayaq. Ərz edeyim xidmətinizə. Deyir ki, bunlar bu iki dövləti, bu iki dövlət bu mandaları qəbulə yanaşarlarmı? Aya deyir, bunları qəbulə heynə axır gəlir. Yəni, qəbul etməyə yanaşarlarmı? Yaxın gələrlər ki, bunu qəbul etsinlər. Yanaşmaq bilirsiniz, məsələn, bir dənə fikrin ki, şey var, oturmuşuq, biraz aralıyıq bir-birimizdən, bir-birimizə yanaşaq, yəni yaxın gələk. Yanaşmaq ondan ibarətdir. Deyirəsən, yaxınlaşarlarmı? Şübhəsiz xeyr. Çünki mandası altına girəcək ölkələr qolay əcəmən olmaq istər. Deyir ki, çünki mandası altına, əmri altına girəcək ölkələr, yəni bir kəsin əmrinin altına, ya bir ayrı dövlətin altına girəcək ölkə, yəni topraq, vətən, millət, qolay əcəmən olmaq istər. Çox qolayca istər ki, orada rəis olsun, hakim olsun, əcəmən, əsli güc olsun. Halbuki, milli vicdanı oyanmış bir ölkəyə qocaman ordular göndərilsə belə, oradan ən kiçik bir nüfuz qazanmaq mümkün deyildir. Deyir, amma əgər indi halbuki, yəni indi bu halda əgər vicdanı oyanmış bir millət olar ki, hər şeydə bir kollektiv təsəvvür yetişir. Yəni vicdan dediyimiz var, kollektiv təsəvvür, toplumsal bir təsəvvürümüz var. Vətənimiz nədir, tariximiz nədir, dilimiz nədir, kimliyimiz nədir, milli mənafeyimiz nədir, milli düşmənlərimiz nədir, dostlarımız nədir, biz filan məsələdə nə etməliyik, vətənimiz üçün öldürməliyik, ölməliyik, bunları. Əgər bunlara bir kollektiv təsəvvür, yəni hamımızda bir təsəvvür var. Belə olsa, halbuki milli vicdanı oyanmış, onda biz bu vicdan oyanıbdır da, hamımızın da bir şey var. Bir ölkəyə qocaman ordular göndərilsə belə, qocaman yəni, qoca, yəni bilirsiniz, yaşlı, böyük. Qocaman yəni böyük, çox böyük. Çox böyük bir ordu. Ordu dili də var, bilirsiniz, yəni ərteş, niru nizami. Qocaman ordu göndərilsə belə, yəni əgər göndərilsə də, oradan ən kiçik bir nüfuz yəni geçim yeri, girmaq yeri. Nüfuz əslində yavaş belə bir yerə sızmaq deməkdir. Sızmaq. Məsələn, nəm, su divara sızır, divar nəm çəkir. Buna nə deyirik? Sızmaq, nüfuz eləmək. İndi bu, əgər deyir bir böyük ordu göndərsəz belə bir məmləkətə ki, onun adamların vicdanı ayılıb milli şuura çatıblar, onların içinə belə deyir, ən kiçik bir nüfuz qazanmaq mümkün deyildir. İngilizlərin Trakiya ilə İzmiri Yunanlıların, Adana və çevrəsini fransızların
Antalyanı İtalyanların mandası altına verməsi, İstanbulu öz əlinə getirməsi üçündür. Elə bir mən bir yerdə yox. Deyir ki, elə məsələn buna taydı ki, İngilizlər gəldilər, nə etdilər? Diqqət buyurun, bunu çox misal vurur Türkiyədən, bugünkü Türkiyədə. Deyir ki, Birinci Dünya Savaşından sonra İngilizlər gəldilər, nə etdilər? Dedi ki, İngilizlər Trakiya iyalətin, Türkiyənin Trakiya adında bir iyaləti var. Onunla İzmir'i Yunanlılara verdilər. Dedilər, Yunan, gəlin bu sizin Birinci Dünya Savaşının qəraməti. Bu sizin, veririk sizə, sizin əmrinizdə olsun. Adana və çevrəsini, Adana iyalətin və onun çevrəsini verdilər fransızlara. Antalya iyalətində İtalyanların mandanası altına verilməsi. Yəni, onların əmri, mandana burada görürük ki, əmr işlənir, də. Onların əmrinə verməsi İstanbulu da nə edilər? Özlərinə götürdülər. İstanbulu öz əlinə getirmə üçündür. Deyir, bunların hamısı bunun üçündür ki, deyir, niyə onları verdi? Deyir ki, niyə, indi diqqət buyurun, deyir, niyə Trakiya ilə Adanyanı, Trakiya ilə İzmir'i Yunanlılara verdi? Niyə Adanı ilə çevrəsini fransızlara verdi? Antalyanı da İtalyalara verdi? Niyə? Deyir, buna görə ki, İstanbulu öz əlinə getirmək üçündür. Onu verirdi ki, onlar bundan himayət eləsin, bu da İstanbulu əlinə alsın. Bütün bu dövlətlərin Anadolu milli vicdanının oyandığını, Yunan ordularının milli ayaqlanma qarşısında buz kimi əridiyini görüncə bu xam sevdalardan vaz geçməyə başladılar. Deyir, bu dövlətlərin hamısı, dedik da, oldu Yunan, İtalya, Fransa və İngilistan, bunlar nə edilər? Deyir ki, bütün bu dövlətlərin hamısı Anadolu milli vicdanının oyandığını, Anadolu Türkiyə deyirlər, yəni. Yaxşı belə də, Anadolu Türkü deyirlər çox da. Çox vaxt Türkiyə demirlər, coğrafiya olaraq Türkiyəni bölmüşlər, Anadolu da onu şeydir. Deyir, Anadolu milli vicdanının oyandığını bildikləri üçün, bildilər ki, bunlar milli vicdanları var. Yunan ordularının milli ayaqlanma qarşısında buz kimi əridiyini görürük. Deyir ki, Yunanı vermişlər şeyə da, İzmir ilə Trakiyanı vermişlər Yunanlılara. Deyir ki, onların orduları gəldi. Deyir, amma nə oldu? Yunanın ordularının milli ayaqlanma, ayağa qalxmaq. O zaman Türkiyələr acdılar. Dünya tökülmüşdü, bombaran eləmişlər, xərab eləmişlər. Yemağa bir şey. Belə düzəməlli silah yox idi savaşmağa. Amma nə oldu? Bunlar durdu ayağa. İttifaqa müdürə çox gözəl serial var. Mən dostlarımızdan istərəm Türkiyədə. Hətmən buna baxsınlar. O seriallardan ki, mən təşviq edərəm, hətmən baxın. Biri də budur. Vətənimsin. Vətənimsin, sən mənim vətənimsən, yəni. Orada Türkiyəlini görsədir ki, zahirdə xain görünür. Hətta arvadı, uşaqları deyirlər, dədəmiz xaindir. Amma geçib Yunan ordusuna və Yunan ordusunun nəxşələrini verir ki, sabah nə eləyəcəklər, bugün nə eləyəcəklər, kimlə gəlirlər, kimlə gedirlər. Bunları əvvələn verir Türkiyənin fərmandehlərinə. Sonra da düşdüyü yerdə onları öldürür. Sonra da onları azdırır. Sonra da onların beynini qatır. Bu film ona görə çox gözəldir. İzmir, Antalya, bunların üstündə xüsusən düzəlibdir. Bunun qızı necə qartışır, partizanı savaşa, necə dar ağacına gedir. O birisi qızı, məsələn, istəyir Yunanlının bir əfsəri ilə, cavanı ilə evlənsin. Necə bunlar bir-birlərinin canına düşürlər. Çox əcibə siyasi filmidir. Yəni, istəyəsiniz doğrudan bir siyasi düşüncəni və əmniyyəti düşüncəni öyrənəsiniz, bu videonu istərəm ki, görəsiniz. Bu video deyil, bu serialı istərəm görəsiniz. Vətənimsin. Oynayanı da, əsli artisti də o adamdır ki, şeyi oynayıbdır. Möhtəşəm Yüzili Süleyman Padişahı.
Magnificent Süleyman Fatişahı oynayan insan bu filmi oynayıb vaqəən, yəni adam deyir bu kişinin əlini öpüm. Yəni Süleyman Şahın o serialından sonra, 100 il möhtəşəm 100 ildən sonra bu film onu, yəni deyərəm bəlkə o kişi bir ayrı təcrübə qazanıbdı, gəlib bu serialı oynayıbdı. Yəni o qədər gözəl oynayıbdı. Onun üçün deyərəm hər kəs istəyir siyasi ola və siyasəti düşünə və deyə ki, mən vətənimə xidmət nə cür eləyə biləm, bu serialı görməlidir. Ya onlar heç istəyirlər görərlər ki, məsələn, nə qədər millidirlər. Haracan vətənə xidmət eləməyə, can qoymağa, mal qoymağa hazırdılar. O videonu, o serialı görməlidirlər. Mütləqa görməlidir. Hər Azərbaycanlı bu filmi yaşamalıdır. Yunanlıların ordularının milli ayaqlanma qarşısında, yəni Anadolu, yəni türklər, Osmanlının türkləri, bilirsiniz, Osmanlı çox böyükdür, deyək, bunu beləsi deyək. İndi onun içində Anadolu deyəndə fəqət olur bugünkü Türkiyə, beləsi deyək. Beləsi daha yoxsulluq. Bugünkü Türkiyənin milli ayaqlanması, hamısı ayağa qalxdı. Ayaqlanma, yəni qiyam eləmək, inqilab eləmək, qalxmaq, mübarizəyə qalxmaq. Nə oldu? Onun qarşısında, yəni o Yunan ordusu gəldi bura. Buranı işğal elədi, çünki xaricilər verdi. Amma nə oldu? Milli ayaqlanma oldu. Bunun qarşısında, bu milli ayaqlanmanın qabağında, qarşısında, ziddiyyətində nə oldu? Yunanlılar qarşısında buz kimi əridiyini gördülər. Yunan ordusunun buz kimi əridiyini gördülər. Xaricəlilər. O birisi İtalyalılar, İngilislər, Fransəlilər gördülər ki, Yunan ordusu buz kimi əridi. Bu əliyalın, amma milli vicdana, kollektiv düşüncəyə gəlmiş bir millətin ölümün üstünə yücürdülər. Məni öldür dedilər. Deyirəm, məsələn, bu serialda siz görürsünüz, adam gedir, qışqırır ki, məni öldür. Əgər cəsarətin var, məni öldür. Öldürənmirlər. Yəni, adam görür ki, yox, çox deyirəm, əcibə bir serialdır və dəqiqən bura bərbuddur. Yəni, bu, əlan söz səhdi yerinə dedim, dəqiqən bu tikəni orada yaşayacaqsınız. Və orada görəcəksiniz ki, məsələn, biz Azərbaycanda nə etməliyik? Bütün bu dövlətlərin Anadolu milli vicdanının oyandığını, Yunan ordularının milli ayaqlanma qarşısında buz kimi əridiyini görüncə, bu xam sevdalardan ki, gələlər buranı işğal eləyələr, özlərinə çıxalar, biz çox işlədərik da, vaz geçməyə başladılar. Yəni, münsərif oldular. Ərəbcə münsərifdir, sərf-i nəzərkərdən, farsça üç seyirlidən bildirimizə, bu da vaz geçdilər. Yəni, bunu üstündə bir də vız vardı. Elə vazın vızıdır. Yəni vaz da vızın şeyidir. Yəni onun yanından zü getdilər, getdilər. Vaz getdilər, yəni əslən bundan gözlərini yumdular. Bu vaz kəlməsi də o sözlərdəndir ki, bizim dilimizdə işlənir, amma çox işlətmirik mütəəssifanə. Vaz geçməyə başladılar da, İngilislər dedi, biz İngilisdə İstanbul'da alanmarıq. Çünki İstanbul daha yeçəydi, cəhəmiyyəti daha çox idi, imkansız idi ki, orada gələlər, belə bir iş görələr. Amerikanın nə Ermənistanda, nə Türkiyədə manda qəbulinə yanaşması da buralardakı milli vicdanın şiddətini görməsindən dolayıdır. Deyir, Amerikada istirdi Ermənistanla Türkiyəni özünə manda eləsin, əmrinin altına gətirsin, müstəmir eləsin. Deyir ki, Amerika nə Ermənistanda, nə Türkiyədə manda qəbulinə yanaşması, istirdi ki, bunu yanaşmaması, bu iki yanaşmadı ki, bunları özünə əmri altına gətirə, bu da, deyir, yəni bu ikisi də səbəbi, buralardakı, yəni bu iki millətin içindəki milli vicdanının şiddətini, milli vicdanının gücünü, şiddət gücdən daha çoxdur. Yəni bunların əksül əməlini, o şiddətlə bunlarla güclü deyək elə, şiddət çox güclü görməsindən dolayıdır. Deyir, yəni Amerikalılar niyə Ermənistanı və niyə, baxın, İndi burada gəlir Ermənistandan müdafiə sözü deyil.
Ermənilər bir neçə milyondular, 3-4 milyon, 5 milyon olarlar, olmayalar. Bir kiçik məmləkətdilər. Və bu məmləkət Azərbaycan türklərinin ya İranda olan türklərin torpaqlarının içində bir gölüdür, çıxılı bir gölüdür. Və tarixçilərin dediyinə görə də bir müsəlman məmləkət idi. Amma ermənilərə orada yer vermişdilər. Onlar da otururdular orada. Çünki ermənilərin çox yeri Gürcüstandır ta Azərbaycan torpaqlarının içi. Onun dövrəsi Türkiyə, Azərbaycan və bizim Azərbaycan, Güney Azərbaycandır. Orada Ermənistan orada bizim torpağın içində elə bir Təbrizin içində bir məhəllə var. Müstəqil ola bilməz. Təbrizin içində bir Erməniyan var da, Ermənistan. Bu Ermənistan, ya məsələn Culfada bir məhəllə vardı ki, o da yenə də ermənidir. Bu müstəqil ola bilməz. Çünki bu bizim torpaqlarımızın ortasında bir parçasıdır torpağımız. Onlar bizim... Amma Rus hakimiyyəti və xüsusən Stalin gələndən sonra ermənilərə bir çox güc verdilər. Bu güc səbəbində görürsünüz, Azərbaycanın böldülər, birazını verdilər Gürcüstana. Çünki kim istədi bunu? Stalin istədi. Çünki Stalin özü də Gürcülü idi. Azərbaycanın birazını verdilər Gürcüstana, Şimali Azərbaycan. Birazını verdilər Ermənistana. Birazını da birinci savaşda aldı. Amma bunların millətçilik ruhu var. Çünki bunlar əqəlliyyətdədirlər. Əqəlliyyətdə olan millətlərdə bir ruh aylar. Siz İranda ermənilərə baxın, 130 mindən azdılar. 130 min deyil. Bizim dostlarımız bəzən görürəm ki, amarları yekəldirlər. Belə deyil. 2010-un, bağışlayın, 1390-ın nəzər şeyində, nə mənə sənci deyirlər, amarcılığındakı elədilər, sərşumarisindəki elədilər, orada 118.500 neçə nəfərdilər, bu qədər. Yəni 120 min deyil. İndi deyək ki, keçən 10 ildə bunlar bir 10 min nəfərdə çoxalıblar. Çünki cəmiyyətlər azdır, 10 min nəfər olar, amma bir 10 min nəfər, 20 min nəfərdə, 50 min nəfərdə bəlkə köçmüş olar, bəlkə də azalmış olubdur. Amma görür ki, onlarda bir milli oyanış var, o ermənilərdə və bizdən güclüdür. Nə sayəsindədir bu güclülük? Əqəlliyyətdirlər. Bunlar məcburdular bir-birləri ilə yaşayalar, bir-birlərindən himayət edələr və azlıq olduqları üçün, farsların da bunlarla bir tarixi, nəcadi ilgiləri olduğu üçün bunların dilləri də azaddır. Mədrəsələrdə dərs oxurlar dillərin və dinlərin. Bunun üçün görürsünüz ki, bunlar dilləri bunları yapışdırıb bir-birinə, azlıq olduqları üçün iqtisadi cəhətdən də bunlar yapışıblar bir-birinə, çox bir güc olublar və ayıqdılar. Eyni halda, çünki bunlar müsəlmanların arasındadılar, ərz elədim. Hər tərəfi bunun Azərbaycan və Türkiyədir. Bunlar içəridə də məcburdular ki, özlərin güclü saxlamağa çalışırlar. Onun üçün bunlarda bir milli bir düşüncə oyanışı. Bizdən fərqli ki, bizimki eyni dünən İsrail Cümhur kitabda oxuduğumuz kimi necə İstanbulun Osmanlı dövründə bir türk agahlığı yoxdur, imperatorluq agahlığı var. Və hətta deyirlər, siz türk desəz, biz türkük, o birisi deyər Serbik, bu birisi deyər Fulanıq, bu birisi deyər Bəhmanıq, imperatorluq yıxılar. Biz Azərbaycanlılar da dəqiqən bu ittifaq düşürük. Biz deməyək, biz desək Kürd aylar, biz desək Ərəb aylar, biz desək Bəluç aylar, biz desək filan aylar. Bu fikrindən gəlmiş qabağa və mütəəssifanə uduzmuş. Millətçilik ruhu bizdə aradan gedib. Hər halda, deyir ki, Amerika da istirdi Ermənistanı və Türkiyəni özünə mandana eləsin, yəni özünə əl oyuncağı eləsin, ya özünü əmri altına gətirsin. Amma bunu qəbul yanaşmamasına, ona yaxınlaşmamağa, yanaşmaq müsbətdir, yanaşmamaq mənfidir. Yanaşmama, yəni ona yaxınlamamasına da buradakı, yəni bu bölgədə, yəni Türkiyədəki və Ermənistan üçün milli vicdanın şiddətini görməsindən dolayıdır. Bu millətlərin milli vicdanının gücün gördü və bu fikirdən keçdi. İkinci Dünya Savaşını deyir. Halbuki İngilizlərlə fransızlar Ərəbistanı aralarında
bölüşməkdə heç bir sakınca görmədilər. Deyir ki, İngilislərlə Fransəlilər Ərəbistanı, bugünkü Ərəbistan deyil ha, bugünkü Ərəbistan kiçikdir. O Ərəbistan ki, 1-ci Dünya Savaşından sonra, Osmanlı dağılandan sonra durulmuşdu, 3 məmləkət bölündü. Sonra onlar yavaş-yavaş bölündülər. O 3 məmləkət deyir ki, Ərəbistanı öz aralarında bölüşməkdə heç bir sakınca görmədilər. Sakınca yəni məmnuiyyət, bir müşkül, problem. Müşkül ərəbcədir, problem latincədir, sakınca türkcədir. Səxti farsca. Sakınca görmədilər, yəni heç bir çəkinmə görmədilər bunlar. Sakınca da olur çəkinmənin ayrısı. Çünki bütün əşirətlərin kəlan həyatı yaşayan şəhərləri hənuz toplum devrəsinə gəlməmiş olan Ərəbistanda milli vicdanın hənuz oyanmamış olduğunu bilirdilər. Deyir, hələ bilirdilər ki, hələ, yəni hənuz burada olur hələ. Hələ bilirdilər, yəni Amerikalılar, Fransızlar bilirdilər, İngilislər və Fransəlilər bilirdilər ki, bütün bu əşirətlərin, bu tayfaların, bunların kəlan həyatı, dedik ki, kəlan həyat nə mənədir? Dedik ki, bir tirədir ki, ondan bir dədənədən gəlirlər, biraz çoxalıblar, ona kəlan dedik. Kəlan əşirəti, bunlar deyir ki, ailəsi, məsələn, başda bir ailə var idi. Dedik, mən özümü misal verdim ki, mənim böyük babam, məsələn, biz onun kəlanı hesab oluruq. Çünki biz onların, məsələn, deyək ki, 100 dənə evladı yox, məsələn. Çünki bütün əşirələrin hamısı kəlan həyatı yaşayan şəhərləri, bir şəhərləri var idi, amma şəhərləri qəbilə hesabı idi. Bunların hənuz toplum, hənuz bir cəmiyyət dövrəsinə, çağına gəlməmişdilər. Gəlməmiş olan Ərəbistanda, yəni Ərəbistan belə idi ki, hələ şəhərlərdə yaşırdılar, adı şəhəri idi, Mədinə deyirdilər. Amma bu modonlar, yəni şəhərlərdə hələ cəmiyyət topluluq idi, deyək belə. Kəlanların topluluğu idi. Milli vicdan hənuz hələ indiyə qədər milli vicdan oyanmamışdı. Bundan dolayıdır ki, onlar eləyə bildilər, gələrlər, bölələr. Çünki hələ bunlar bilmirdilər. Biz ərəbuq, biz nəyuq, biz bilirdilər ərəblər, amma bilmirdilər ki, bir vətən var, bir millət var, bir filan var. Bunlar hələ vaqiyyətdir ki, Osmanlığın altından taza çıxmışlar. Bir ayrı gücə təmayülləri var idi ki, bunları himayət eləsin. Çünki zəif bir millət, bir qəvi millətin kölgəsində olmasa yenə udurlar. Bunu ərəblər düşünürdülər. Mən bunu mənfi görmürəm. Ələn, məsələn, dünyada mən Günas TV-də bir zamanlar məmləkətləri utdum, bunları dedim ki, hangi məmləkət federaldır, həsə məmləkətin cəmiyyətə rəbti yoxdur və torpağa rəbti yoxdur. Yəni, eləyə bilər bir dənə millət torpağının böyüyü, məsələn, 5 kilometr, 5 kilometr boyu ola, içində də 10 min nəfər cəmiyyət ola, amma dövlət ola. Bu, hətmən 1 milyon, 5 milyon, 100 milyon olmaq cəmiyyət dövlətçilik şeyi verməz, məşğuliyyəti verməz. İradə, o millətin iradəsi, o müştərək vicdan ki, bu deyir, o, yəni, müştərək vicdanlarıdır ki, onları bir millət və bir dövlət eləyə bilər. Orada mən dedim ki, məsələn, bir çox məmləkət var dünyada, bir çox deməyək, 2 dənə, 3 dənə hətta əqəl bilirəm ki, bunların orduları yoxdur. Çünki mali gücləri zəifdir, çünki cəmiyyət azdır, 100 min nəfər ya 500 min nəfər. Bunun cəmiyyəti hərəsi gündə belə 100 dolar versə bir şey eləməz, yəni bu bir ərteşin hüququn yetirənməzlər. Onun üçün bunlar dedilər ki, bizdən bir ayrı güc gəlsin, difa eləsin. Amerika dedilər ki, sən hazırsan gələsən, burada məsələn 20 min dana, 10 min dana ərteşin ola, yemağın, içmağın da özün verəsən, hüququn da özün verəsən, bizim torpaqlarımızda olasan, sənin də milli mənafe və köməkdir bu ətrafda işlərini görərsən, amma bizi də düşmənlərin qarşısında qoruyasan. Amerikalılar ki, özləri üstə getdilər, orada oturdular, onları qorumağa başladılar və bunlar da işləyirlər. İndi çox daha güclü məmləkətdirlər iqtisadi olaraq. O 10 min nəfər, ya o 50 min nəfər, ya o 500 min nəfər belə özünə bir dövlətdir, çox güclü.
Ehtiyacı da yoxdur gedə təyyarə ala, gedə gəmi ala, gedə intelligence servis qoya filan. Heç də ehtiyacı yoxdur. Çünki bunları tapşırır hamısı öz şeydir. Lazım deyil. Bu da bir quddur. Bir də şeydir ki, hətmən gərək mənim dövlətimin ordusu ola filan, ola baxman onda. Yaratmaq olmaz. Mərhum Pişəvərinin iştibahlarından biri buydu ki, ordunu da yaratmağa çalışdı. Bizim dostlarımızda da bu səhv var. Mən bilirəm ki, bəzi dostlarımızın əsli fikri budur ki, məmləkət qurulan kimi birinci kəllədə mədrəsə düzəltmək yox, dil məsələsi yox, filan yox, bəhman yox. Bəlkə əsli ordudur. Məncə bu cavab verməz. Məncə, yəni əvvələn ordu bir ilə ikili hazır olmaz ki, ordunun siz ki, orada özünüzə, vətənizə vəfadar bir niru yaradasınız. Azərbaycan Cumhuriyyəti kimi 20 il çəkər. 20 ildən sonra 2-ci Qarabağ Savaşında görürsünüz ki, Şimal cephəsində 50 dənə deyirlər ki, böyük kumandanlar Azərbaycana və Azərbaycan millətinə və toprağına xiyanət edirlər Rusların və ermənilərin istəyi ilə. Onun üçün bu bizə bir örnək ola bilər və mənim burada da nəzərim budur ki, biz birinci dəfələrdə bir neçə ildə heç olmasa ta iqtisadımız düzələ, özümüz nizami bir gücə çevrilmək zamanına qədər ki, olar, məsələn, 20-30 il çəkə bəlkə, biz gərək Türk dövlətlərinin, xüsusilə Türkiyənin, Azərbaycan Cumhuriyyətinin və o birisi Türk dövlətləri mail olsalar, onların ərteşlərin gətirək NATO şəklində Türk NATOsu deyək, ya Türk orduları, Türk ordusu əslən, NATOsu yox, Türk birlik kumandanlığı, Türk birlik müdafiə sistemi. Adını nə qoysaq, bu cür bir adına onlar gəlsinlər bizim torpaqlarımızda mərzilərimizi alsınlar əllərinə, sərhədlərimizi alsınlar əllərinə, əmniyyətimizi qorusunlar, bizim intelligence servisimizi hazırlasınlar, bizim ordumuzu hazırlasınlar, bizim düşmənlərimizin qarşısında bizdən himayət eləsinlər ki, düşmənlərimiz cəsarət eləyib bizə həmlə eləyə bilməsin, o cümlədən farslar və kürdlər və şimallılar. Yəni, bu bizim hər halda düşməndir. Yəni, deməyək düşmən, hər halda rəqibdirlər və iddiaları var bizim torpaqlarımızda. İndi görünür ki, son 100 illərdə milli vicdanın oyandığı yerlərdə artıq imperatorluq qala bilmir. Sümürcə həyatı davam edəmir. Görünür ki, yəni nəticə alırıq ki, son 100 illərdə, yəni keçən 200 ildə milli vicdan hər yerdə oyanıbdır, millətlər bir milli vicdana çatıblar. Bizim milli vicdanımız yoxdur indilikdə, Güney Azərbaycanda. Türklərin İranda milli vicdanları yoxdur. Yəni, hələf eylən biri də özün panfars, biri də paniranist, biri də İrancı, biri də qanun əsasçı, biri də filan. Hələmiz federalçı filan bilirik. Yox, bu milli vicdan deyil. Milli vicdan odur ki, heç olmasa millətin %51-i deyək ki, əgər bir gün mənim bir çirikim, bir paniranisti, bir paniranist ordusun öldürə və onu qavalar gələlər mənim, qavalar şəhərdəki tutalar. O gələ-girə mənim evimə, mən canımı verirəm, onu vermərəm. Bu, onlar milli düşüncə. Niyə? O deyək ki, bu iştibah da eləsə mənim vətənim üçün edir və mənim vətəndaşımdır. Yəni, hətta desə ki, bu mümkündür, mən silahlı mübarizəni qəbul eləməyəm. Amma bu mənim vətəndaşımdır, vətənim üçün və millətim üçün çalışır. Mənim siyasi baxışım bundan siyasi baxışı ilə fərqlidir. Amma üçün bu vətən üçün çalışır. Mən bunu himayət eləyəcəm. Özüm ölümə geçsəm onu verməyəcəm. Baxın, buna deyirik milli düşüncə, milli vicdan. Yoxsa o iki vicdan, sənin vicdanın yoxdur beləsən, o vicdan deyil. O vicdan deyil. Görünür ki, son 100 illərdə milli vicdanı oyandığı yerlərdə, hər yerdə yəni, artıq imperatorluqlar qala bilmir. İran imperatorluğu qalır. Niyə? Hələ bizdə milli vicdan oyanmayıbdır. Türklərdə, ərəblərdə, bəluçlarda, türkmənlərdə, qəşqailərdə, lorlarda, ciyləşlərdə, mazənlərdə hələ fiilən bu milli vicdan yoxdur. Təhcə milli vicdan ki vardı İrandadır, farslarda. Sömürcə həyatı davam edəmir. Görürük ki, o yerlərdə sümürcə həyatı, yəni istimar, müstəmirə rabitəsi davam etmir. Sümürcə istimar. Həyatı, yaşamı davam etmir, yəni davamı tapmır. Rusiya, Avstriya
Türkiye imparatorlarının dağılması Birinci Dünya Savaşı'nın bir sonucu değildi. Cümle kurtardı. Deyir ki, 3 dənə imparatorluğa dağılır. Rusiya imparatorluğu, Avstriya olur, Otriş Macaristan. Avstriya imparatorluğu və Türkiyə yox, Osmanlı imparatorluğunun dağılması sadəcə Birinci Dünya Savaşı'nın sonucu, yəni nəticəsi deyildi. Nə idi? Birinci Dünya Savaşı daha öncədən əsaslı nədənlərin hazırlamış olduğu sonucun meydana çıxmasını rastgele bir səbəb olmaqdan başqa bir rol oynamadı. Deyir ki, o millətlərin imparatorluğun dağılmasına səbəb Birinci Dünya Savaşı. Daha öncədən, Birinci Dünya Savaşından qabaq, əsaslı səbəb, nədənlər olur səbəblər. Əsaslı, yəni bünövrəli, payalı, əsaslı səbəblərin hazırlamış, o səbəblər hazırlamışdı bunların dağılmasını, hazırlamış olduğu sonucun, o dağılmasının sonucu meydana çıxmasını rast gəlir. Ona rast gəldi onun dağılması ilə Birinci Dünya Savaşı. Bir səbəb olmaqdan başqa bir rol oynamadı. Deyir ki, fəqət sadəcə rastgele bir şeydi. Ondan başqa bir səbəb və dəlil olmadı. Rol oynamadı, yəni bir nəqş oynamadı. Onun bir yeri yox idi. Rol bilirsiniz, filmlərdə olar. Bir nəfər bir ayrı adamın, məsələn, mən gedirəm bir ayrı adamın Sultan Süleymanın rolunu oynayıram. Nəqşini oynayıram, rolunu oynayıram. Bu olur rol. İndi siyasətdə də deyir ki, Birinci Dünya Savaşı görünür ki, Birinci Dünya Savaşı bahis oldu Rusiya, Otriş Macaristan və Osmanlı İmparatorluğu dağılsın. Amma deyir ki, bu savaşdan qabaq hazırlanmışdı. Sadəcə o dağılmaq rast gəldi Birinci Dünya Savaşına. Rast gəldi, yəni onunla bir zamanda oldu. Rast gəlmək burada bir zamanda olmağın deyir. Əgər bu imparatorluqların içində yaşayan qovumların arasında milli vicdana sahib və artıq əsir olaraq yaşaması mümkün olmayan ideal sahibi millətlər bulunmasaydı, Birinci Dünya Savaşı bu imparatorluqları devirməzdi. Burada iştibahi virgül yerinə nöqtə qoyubdu. Mən də istəyirdim xudqarını qoyum, amma bu mənim kitabımdır. Onun üçün də cümlə görürük naqis qalır. Mən onu təkmil elədim. Birinci Dünya Savaşından daha öncə əsaslı nədənlər hazırlamış olduğu sonucu meydana çıxması rastgele bir səbəb olmaqdan başqa bir rol oynamadı. Buradan oxumuşdur. Əgər bu imparatorluqların içində, Osmanlı imparatorluqlarının içində yaşayan qovumların arasında milli vicdana sahib və artıq əsir olaraq yaşaması mümkün olmayan ideal sahibi millətlər bulunmasaydı, deyir ki, bunlar milli vicdanları olmasaydı ki, biz bir millətik, müstəqil olmalıyıq, buna inanmasaydılar, hazırlıqları olmasaydı və əsirlikdən qurtarmalıyıq deyə, eyni günü Azərbaycanlar və Türklər, Türkəmənlər ki, İranda yaşırlar və artıq əsir olaraq yaşaması mümkün olmayan da biz istəmirik əsir kimi yaşayaq, belə bir fikrə gəlməsəydilər, bu millətlər belə bu iki fikrin sahibi olmasaydı, nə idi? Biri dedik ki, milli vicdanları var idi sahib, bir də istəmirdilər ki, daha Osmanlı ya Rus imparatorluğu altında qalsınlar. Deyir, bu iki ideal, arzu bu millətin içində olmasaydı, nə olardı? Birinci Dünya Savaşı bu imparatorluqları devirməzdi. Deyir ki, bunlar gələrdilər, necə biz İran-Əraq savaşında getdik, Farslara savaşdıq. Çünki bizim əgər gücümüz olsaydı, yəni o zamanacan, milli ayıntığımız olsaydı, biz milli düşüncəmiz olsaydı, İran-Əraq savaşının özümüzə bir fürsət bilərdik ki, tamam, biz üçün gücə gəlmişdik da, ayrılmışdık ki, vətən yox, millət yox, dilimiz var, dövlətimiz qurmalıyıq falan. Buna yetişsəydik, İran-Əraq savaşında sadəcə İran aradan gedərdi. Onda bizim sərbazlı adamlarımız gedib orada sərbaz olaraq, bəsici olaraq, sipahi olaraq ölməzdilər.
vətənlərin qurardılar, vətənləri yolunda ölərdilər. Amma o düşüncə bizdə yox idi, nə oldu? Davam tapdı. Deyir ki, əgər o millətlər ki ayrıldılar, onlarda da belə bir şey olmasaydı, onlar Birinci Dünya Savaşı eləyə bilməzdi Osmanlını yıxaq. Çünki onlar gələrlər Osmanlıya savaşardılar. Osmanlının qarşısına savaşmazlar. Görürsünüz ki, ermənilər gəlirlər, qətliam edirlər. Diqqət buyurun. Ermənilər indi bir özləri məzlum yıxıblar, Rusiyanın himayəsi ilə dünyaya yetiriblər ki, biz qətliam olmuşuq. Amma görürük ki, ermənilər o mərhələdə dururlar, İstanbuldan tutdu, gəldi Güney Azərbaycanın yarısına və o tərəfdə Kuzey Azərbaycanın qətliamı əldə tutdular. Çünki onlarda bir şeylik durubdur. Onlarda bir milli vicdan ayılıb ki, biz erməni yox, bir, bizim dilimiz var, iki, bizim bir vətənimiz var, bir də böyük vətənimiz vardır. Bu böyük vətənə inanırlar. Onun üçün savaşdılar, öldülər də, amma ən sonunda bir kiçik vətən saxladılar özlərini. Sonra da Rusların razı salmaqla eləyə bilirlər Azərbaycan oradan buradan alarlar, o kiçik torpağı eləyərlər bir böyük torpaq. Və indi də hala onun malı xülya fikrini yaşırlar ki, biz Güney Azərbaycan da bizimdir, Kuzey Azərbaycanın yarısı da bizimdir, ondan sonra gedir Türkiyənin də yarısı bizimdir. Elə bir malı xülyanı hala yaşırlar. O dedim, o zaman ayrıldıqları üçün Osmanlı ilə savaşırdılar. Siz dedim bu serialı ki dedim dizini buna baxın, orada bu erməniləri görəcəksiniz. Nə gözəl, çox gözəl. Yəni bu seriala vaqəən baxmalıdır. Mən əgər Azərbaycan televizyonlarının yerində olsaydım, bəzi danışıqları yerinə fəqət bu cür serialları yayardım. Yəni gündə demirəm o Türkiyədə məsələn 2 saat yarım yayırlar ya 2 saat 20 dəqiqə yayırlar, o qədər yox. Gündə 40 dəqiqə, 50 dəqiqə yayardım. Amma gündə yayardım. Yəni məsələn deyərdim ki, bir gün məsələn vətənimsin. Bir gün məsələn diriliş Ertuğrul. Bir gün məsələn bir 5-6 da yaxşı serial vardı. Həm tarixi, həm də taza zamanlara olar. Məsələn, onlardan biri Osmanlı Tokatı. Gülməlidir, gözəldir, amma millidir, milli düşüncəsi var içində. Çox gəlibdir. O da gülməlidir, insanların başını çatır, amma gözəl bunda göstərir ki, nədir siz şey deyəcəksiniz. Ya biri vardı məsələn vətən üçün terrora müxalifləri terror edirlər. Bu da bir məsələn şeydir. O adamlar ki gəlirlər, istəyirlər Osmanlını yıxalar. Xaricədən gəlirlər. Amma gəlirlər yıxalar. Ya içəridə silah götürürlər Osmanlının əlinə qarşı olaraq. Bu gedirlər, onları öldürürlər bilmiş. Tapırlar. Yəni əvvəl onları tapırlar, nəqşələrini tapırlar falan. Bəhman gedirlər, onları öldürürlər. Çox cəlib seriallardan biri də odur. Dedim gülməlidir, amma çox məzəli bir serialdır. Pəs deyir, əgər bu millətlər ki, Osmanlının altındaydı, ayrılmasaydılar, gedərdilər, Osmanlıya köməklik edərdilər, savaşardılar, Osmanlı da aradan getməzdi. Amma görür ki, bunlar durdular, Osmanlının qarşısında savaşdılar. Pəs deyir ki, bunlar öncədən ayrılmışdılar, milli haqlarına yetişmişdilər, milli düşüncəyə çatmışdılar. Bunlar o Birinci Dünya Savaşı fəqət oldu ki, bu hər kəsin ayrıldı, getdi, Osmanlı tək qaldı. Tamam, dağıldı, getdi. Necə ki, Alman dövləti uyumlu bir millətdən oluşduğu üçün fransızların bu qədər yıxıcılığına rağmen bir türlü yıxılmayır. Deyir ki, necə ki, Osmanlı yıxıldı, deyir, amma Alman nədir? Deyir, Alman dövləti uyumlu bir millətdən, uyumlu, yəni deyir ki, mən dedim daha çox, bir farsca şəbih, müşabih, ərəbcə, bəzən farsca yox. Türkcə olur bənzər. Ya bir-birlərinə, belə bənzər deyək, bir-birlərinə oxşar, cəhətdən uyumlu, bir-birlərinə bənzər bir millətdən oluşduğu üçün. Yəni, fəqət Almanlılar, amma bir düşüncə, milli düşüncə ilə getdikləri üçün fransızların bu qədər yıxıcılığına, yıxıcılıq, yəni
o gücləş virangər, farsça virangər yıxıcılığına rəğmən, ona baxmayaraq, rəğmən yəni buradan baxmayaraq ki, bunlar çox yıxıcı idi fransızlar, amma Alman nə oldu? Bir türlü yıxılamıyor. Yəni, fransəllər istəyirlər, Alman yıxsın, amma Alman yıxılmır. Niyə? Hətta irəlidə Avstriya topluluğundan ayrılan Avstriya Almanları ilə birləşə biləcəyi üçün Birinci Dünya Savaşından daha qüvvətli çıxmışdır da deyə biləriz. Deyir ki, hətta biraz ayağa qoyaq. Deyək ki, Avstriya, dedik, Oturuş Macaristan ayrıldı ha. Dağıldı, tişə oldu imperatorluğu. İran dağılmayıbdı hala. Deyir, hətta irəlidə, yəni biraz gələndən sonra Alman deyir ki, Fransəllər zamanından da, diqqət buyurun, Napolyon zamanından Fransəllər Almanları aradan aparmağa çalışırlar. O zamandan 2-ci Dünya Savaşında da belə. Deyir ki, hətta irəlidə, yəni son zamanlarda Avstriya topluluğundan, topluluq dedi, imperatorluqlar topluluqdur, millətlərin topluluğundan, neçə millət olduğu üçün topluluqdur. Deyir ki, onun topluluğundan ayrılan Avstriya, Otrişli Almanlıları belə Almanlara birləşdi. Yəni, o Almanlılar Otrişdəki Almanlılarla birləşəcəyi üçün, yəni gələcəkdə birləşəcəkdi, Birinci Dünya Savaşından daha qüvvətli çıxmışdır. Yəni, deyir ki, Osmanlı dağıldı, Almanlar amma Birinci Dünya Savaşında daha qüvvətli çıxdılar. Niyə ki, Otriş Macaristandakı Almanlıları da yapışdırdılar özlərinə. Bir tərəfdən Avropada bu sonucu doğarkən, deyir, bu halda ki, Avropada belə bir sonuc doğulurdu, yəni ki, Almanlar yapışırdılar bir-birinə, beyinləri bir milli ruhla, milli ayıqlıqmaqla, milli mənafi ilə, milli düşməni tanımaqla, milli dostu tanımaqla, milli mənafiyi tanımaqla gəlirdi qabağa, doğurdu belə bir şey. Digər tərəfdən Asiyada, o birisi tərəfdən, digər farsdır, tərəf ərəbcədir, digər tərəfdən o birisi yerdən, o birisi yöndən Asiyada başqa sonuclar doğurdu, başqa nəticələr, sonuclar, nəticələr doğurdu, vücuda gəlirdi. Doğmaq vücuda gəlmağın türkçəsidir. Suriyə, Əraq, Filistin, Hicaz ölkələri Türkiyə topluluğundan ayrılmaqla bərabər bağımsızlığa qavuşamadılar. Diqqət buyurun. Deyir ki, orada Otriş Macaristandan millətlər ayrıldılar, müstəqil dövlət qurdular. Deyir, amma Asiyada Suriyə ayrıldı Osmanlıdan, Əraq da ayrıldı, Filistin də ayrıldı, Hicaz indi bu Ərəbistana deyilir. Ərəbistanın sonra adı olubdur Ərəbistan, əvvəlcə Hicazdır. Hicaz ölkələri Türkiyə deyil, Osmanlının topluluğundan, çünki Türkiyə imperatorluq deyil. Əlbəttə bir növ bənzər də var, çünki içində ermənilər var, kürdlər var, bir neçə millət var. Yunanlılar da var hətta içində. Deyir ki, onun üçün də mən Türkiyəyə bir dəfə getmişdim, əvvəl dəfə getdim, orada danışdım, dedim ki, siz fikirləmin ki, İran dağılacaqdır, bəlkə Türkiyə də dağıla bilər. İllətdə budur ki, millətlərə təvəccüh eləməsi dağılar. Millətlərin haqqını verməsi dağılar. Millətlərə o qədər haqq verəcəksən, tələbanə, ürəkləri istəyərək bu məmləkətdə qalacaq. Deyəcək, mən bundan sonra nə istəyirəm ki, özümün hər nə istəyirəm, burada verir mənə. Mən niyə buradan savaşım, ya bunu dağıdım? Kanada kimi, Amerika kimi, Hindistan kimi, o birisi yerlər kimi, yəni bu cürsüz yerək eləyələr. Sevindirəcək budur ki, Türkiyələr bunu anlayıblar. Türkiyə dövləti, Türkiyənin gizli dövləti, Türkiyənin açıq dövləti, parlamanı, siyasət mədarları bunu anlayıblar, amma hələlik Kürdlər bunu anlamırlar ki, o şey ki, əldə rahat eləyə bilərlər, niyə onu savaşırlar? Bu İranın tərsinədir. İran bunu anlamır. Biz bunu illər dedik. Mən Tehranda işləyərkən, ruznamələrdə, qazetlərdə yazarkən bunu deyirdim, amma qəbul etmirdilər. Onun üçün də mən mütəqqidim, içərdə də olar. Yəni, mən federalizmi buna görə seçmişdim ki, dedim, federalizm pan-iranisti bir fikirdir. Mən buna görə federalizmi seçmişdim ki, İran yıxılmasın. Amma o zaman ki, farslar yıxılmaq istəyirlər, yıxaq. Əl-ələ verək yıxaq.
Əslində farslar yıxırlar. İttifaqən bu günləri bir məqalə gördüm, bəzi dostlara da göndərdim və istərəm ki, o məqalə həm oxunur, həm də onu şey olsun. Bu Hizb-i İrade-i Millət-i İrandır, nədir? Belə bir hizb düzəldiblər bizim adımıza da, Millət-i İran. Orada bir məqalə yazıbdı ki, millətlər, məqalənin adını eləyə bilirəm ki, tapam deyəm. Qoyun elə məqalənin adını deyim, yazanın da adını deyim. Çünki cəlibdir, bunu oxumaq gərəkir və bunun üstündə fikirləşmək və onun cavab vermək gərəkir. Mən bunu dostların bir çoxuna göndərdim. İcazənizlə elə özümə də göndərmişəm. Oradan mən deyim bunu. Deyir ki, məqaləni yazan kimdir? Yox, mən iştibah gəlmişəm. Bura deyil. Gedin bura. Buradadır. Ərz eləyim, burada deyir ki, bunu yazan əvvəl Həmid Rza Cəlaipurdur. Hizb-i İrade-i Millətdir, nədir? Onun rəhbəridir. Bu adam bir dənə məqalə yazıbdır. O məqalədə İran və Hoviyyət tələbiyə qovmi. Bunun üstünə feylən birinci məqaləsini qoyubdur. Deyib, bu 5 dənə olacaqdır. Əvvəldə Azərbaycanın üstündə gedir və deyir ki, bunlar elədilər, belədilər. Çox cəlibdir, bunu oxuyaq və buna nəzər verək. Deyək ki, adam çalışıb da Azərbaycanlıları müttəhəm eləyə və farsları təbriə eləyə. Bu birinci şeydir ki, iradı ki, məncə gərək bunun üstündə işlənsin. Hər halda cəlibdir, bunu oxuyaq və biz bunları bilək, gedək. Hər halda sözümüzü sürətlə gedək, qutaraq, bəlkə görək nə olur. Deyir ki, bir tərəfdən Asiyada bəs başlamışdı. Suriyə idi, Əraq idi, Filistin idi, Hicaz idi. Bu cür ölkələr Türkiyə topluluğundan, amma Türkiyə yox, mütərcim gərək burada diqqət eləyəydi. Osmanlı topluluğundan ayrılmaqla bərabər onlar deyir, ayrıldılar. Amma nə oldu? Bağımsızlığa qavuşanmadılar, müstəqil olanmadılar. Niyə? Çünki buralarda oturan insanların milli vicdanı tamamən oyanmamışdı. Çünki bunların, yəni bu məmləkətlər ki, saydıq Suriyə, Əraq, Filistin, Hicaz, bu cür ölkələr, bunların insanlarında milli bir düşüncə ayılmamışdı. Tamamilə, yəni kamil, yəni əvvələ hamı inanmamışdı. Hərə bir şeyə inanırdı. Bizimkində də belədir. Biz hala tamamən deyirik. Yəni indi məsələn Əfqanistanla İran, Amerika ilə İran, İsrail ilə İran, Avropa ilə İran savaşsalar, biz neyniyəcəyik? Bu bəhs idi ki, mən Günas TV-də də açıqladım və umaram ki, dostlarımız bu bəhsə ciddi halda heç olmasa öz aralarında girişələr. Deyir ki, şübhəsiz buralarda da milli vicdan oyandığı gün artıq Fransız və İngiliz mandaları bir saniyə belə duramayacaqlar. Deyir ki, şübhəsiz, yəni heç şübhə ərəbcədir, yəni türkçəsini bilmirəm. Şübhəsiz elə deyə xələf elə. Şübhəsiz ki, bunlarda, yəni bu ərəb məmləkətlər ki, Osmanlıdan ayrıbdır, onlarda da milli vicdan oyandığı gün, o gün ki, yəni gün deyəndə çağ, bir dövrə, bir zaman içi, yəni bu gün deyir ki, gün bata, gün çıxınacan, yox. Gün çıxıb gün batınacan, yox. Bəlkə bir çağ. Gələ ki, o gün artıq Fransız və İngiliz mandaları bir saniyə belə orada o məmləkətlər duramayacaqlar. Amma indi görürük ki, feyli halətdə o cür deyil. Hələ bu günləri görürük ki, belə deyil. Onlar hala bir qüvvənin altındadırlar. Necə ki, İngiltərə dövləti Birinci Dünya Savaşından qalib çıxmaqla bərabər İrlandanın, Maltanın, Misrin özəlliklərini, yəni bağımsızlığa doğru ilk addımlarını qəbul etmək zorunda qaldı. Bir necə ki, elə Birinci Dünya Savaşından Misrin, Suriyə, Əraq bunları dedi ki, onlar eləyə bilmədilər. İndi deyir ki, necə ki, İngiltərə dövləti, yəni İngiltərə, İngilistan dövləti Birinci Dünya Savaşından qalib çıxdı. Yəni piruz tərəf çıxdı. Qalib ərəbcədir. Piruz da cürdir, zəfər də odur. Bunların hər üçü də piruz farscadır. Qalib və zəfər ya müzəffər bunlar şeydilər, ərəbcədirlər. Udan tərəf. Bizdə olacaq udan tərəf. Udan tərəf çıxmaqla bərabər bu deyir, bununla belə ki, İngilistan udmuşdu, amma nə oldu?
İrlandilər, İrlanda, Maltalılar, Misrilər özelliklerini, yani hoviyyətlərini, özel dedikleri, yani vijiki, özelliklerini, yani özlerine ait olanlarını, yani hüviyyətlərini, kimlikleri, mənliklerini, yani bağımsızlığa doğru ilk addımlarını o milletlerin istiqlala tərəf birinci addımlarını, yani yavaş-yavaş biz istiqlala gedək, addımlarını İngilizistan dövlətinin olduğu qəbul etmək zorunda qaldı. Qəbul etdi ki, tamam, siz istiqlala tərəf gedin. Avustralya, Kap, Kanada, Yeni Zelanda kimi Anglo-Saksanların yerləşdikləri ölkələr də tam öz erklikləri vermə zorunluluğunu duydu. Deyir, İngilizistan onlara istiqlallar tərəf getməklərini, amma Avustralya, mən bilmirəm, niyə həm onu Avusturya yazır, həm bunu Avusturya yazır. Əslən gətirək, Autrich'in adını, bunların biri Avusturyadır, biri Avusturya. Hər ikisini Avusturya yazır. Avustralya, Kap, bilmirəm haradır, adı Kapda, hərdən bir məmləkətdir, mənim coğrafiyam çox zəifdir. Kanada və Yeni Zelanda, Zelanda no deyirlər farsça, Yeni Zelanda kimi Anglo-Saksonların, Anglo-Sakson dedik, yəni İngilizlər, İngilizçilər, Kanadalılar İngilizçidirlər. Kanadanın Quebeci frankofondur, yəni Fransəçidirlər. Bunlar böyük qardaşı istəyirlər. Böyük qardaş, ya böyük dədə, ya böyük nənə, nə bilim, hər halda. Anglo-Saksonların yerləşdikləri, yəni İngilislər gəlmişlər, bu Kanadanı almışlar, əlbəttə Amerikanı da almışlar da. O birisi yerlərdə tam öz erk, yəni bu bir siyasi istilahdır zahirən, özünü idarə etmək. Öz erkliklər vermə zorunluluğunda duydu. Deyir ki, onlara özlərin idarə eləsin sisteminin verməsinə məcbur oldu. Pəs, İngilizistan da bir də məmləkətlər ki, onlarda duyğu ayır. Məsələn, bunlar İngilisli idilər bir yaxın, amma İngilisli olmaqlarına baxmayaraq, deyirlər ki, biz istəyirik Kanadalı oralıq yaşayaq. Gəldir ki, sən özünü idarə elə. Öz ərk verdi bunlara. Buna deyək ki, farsçası bunun nədir? Xudmuxtari verdi. Tarixin və bugünün bu tanıqlıqları bizə göstərir ki, bugün Avropada milli vicdana sahib olmayan heç bir qovm qalmamışdır. Deyir ki, kitabı yazanımız deyir ki, yəni tarixin başdan başı və bugün, və indi bizim bugünkü durmuşuq, baxırıq tarixə və baxırıq Avropaya, Kanadaya, Amerikaya falana, görürük ki, bu tanıqlıqları, yəni bu tanışlığı, bu məlumatı bizə göstərir ki, bu tanışlıq, bu tarixin tanışlığı, bu Türkiyə, yəni bu İstanbul, Osmanlının dağılması və İngilistanın dağılmasından sunduqları göstərir ki, bugün Avropada milli vicdana sahib olmayan bir millət yoxdur, bir qovm yoxdur. Hətta bir kiçik qovm ki, Fransada 200 ildir dillərini aradan aparmağa çalışırlar. 200 ildir edam eləyiblər, öldürüblər, zindana salıblar. 200 ildən sonra bu günlər onlar 1-2 ay bundan qabaq rəsmi dil sahibi oldular Fransada. Buna görə Avropanın heç bir ölkəsində sümürcə qurmağa imkan yoxdur. Deyir, çünki bunlarda milli vicdan gəlişibdir Avropada. Deyir ki, onların heç bir ölkəsində siz eləmək onları müstəmir eləyəsiniz. Amma biz müstəmir yox. Çünki Azərbaycanlılar, Kürdlər, Ərəblər, Bəluzlar, Türkmənlər, Qəşqaylar, Roğlar, Mazənlər, Gilanlar, hamımız müstəmir yox. Kimə? Farslara.
İslam dünyasında da artıq sümürcə həyatına son vermək üçün müsəlman qovumlardan milli vicdanı qüvvətləndirməkdən başqa çarə yoxdur. Burada qutarırıq sözümüzü. İslam dünyasında da, yəni İslam dünyası deyəndə, yəni o yerlərdir ki, orada müsəlmanlar yaşırlar. Artıq sümürcə, yəni istimar həyatına son vermək üçün, istimar altında yaşamaq, həyat burada yaşam, yaşamağa son vermək üçün onu son, yəni nəhayət, son da son, axir nöqtə qoymaq üçün müsəlman qovumları da, yəni çünki millət olmadıqları üçün bunlara qovumu deyir. Yəni biraz acıqlı deyir bunlara. Bunlara biraz təhqir edici deyir. Bizə qovum deyir. İranlılar da bizə qovum deyir. Çünki biz millət olmamışıq hələ. Təhqir edicidir. Mən bunu əfələrcə jurnalistikdə demişəm. Qovum sözü təhqir edicidir. Hər kəs bu kəlməni işlədir, o milləti təhqir edir. Biz özümüz də əgər işləyir, məsələn, mən deyəndə farslar qovumudular, təhqir edici işlədirlər. Qovumlar da milli vicdanı qüvvətləndirməkdən başqa bir yolları yoxdur, çarələri yoxdur. Çarə də yol. Çarə türkçədə ola bilər, farsçada ola bilər, bilmirəm, lüğətçilər bunu deyərlər, amma hər halda belə bir şey. Dostlar, 58-ci səhifədən də 2 paragraf oxuduq və beləliklə bugünkü səhifə oxumamızı da başa çatdıraq. Sizə can sağlığı arzu edirəm, xahiş edəcəm ki, bu səhifələri oxuyun və dostlarınıza da yetirin, oxusunlar. Sağ olun, var olun.